Pul insanı həqiqətən xoşbəxt edirmi? Bu sual demək olar ki, hamının ağlından keçib. Bəzən açıq şəkildə, bəzən isə sakitcə, öz-özünə. İnsan çətinlik çəkəndə, maddi sıxıntı yaşayanda ya da başqasının daha rahat yaşadığını görəndə bu fikir dərhal ortaya çıxır. Pul olsa hər şey düzələrdi. Bu düşüncə o qədər geniş yayılıb ki, artıq sorğulanmır. Pul xoşbəxtlik gətirir. Sanki bu, hamının qəbul etdiyi bir həqiqətdir. Amma məsələ bu qədər sadədirmi? Videomuza Qarmediyanın sponsorluğu ilə baxırsınız. Burada siz göstərdiyiniz xidmətə dair qısa reel videolarını və yaxud da qonağınızı dəvət edib podkast videolarını peşəkar şəkildə çəkdirə bilərsiniz. 2 filialımız fəaliyyət göstərir. Bakıda Nərimanov Qobustan Plazada, ikinci filialımız isə Sumqayıt Sülh küçəsi Mərkəz Plazadadır. Qarmediya, keyfiyyəti seçənlər üçün. Əgər pul birbaşa xoşbəxtlik ilə əlaqəlidirsə, o zaman niyə maddi imkanları çox olan insanların da tez-tez narazı, stresli və ya boşluq hissi yaşadığını görürük? Niyə bəzi insanlar maddi baxımdan rahat olsalar da həyatlarından zövq almırlar? Bu suallar bizi bir nöqtəyə gətirib çıxarır. Ola bilsin ki, pulun xoşbəxtlik ilə əlaqəsi düşündüyümüz qədər düz xəttli deyil. Bu suallara uzun illərdir cavablar axtarılır və tapılan nəticələr çox vaxt insanın gözlədiyindən daha mürəkkəb olur. İlk baxışdan pulun insanı xoşbəxt etməsi məntiqli görünür. Axı, pul insanın əsas ehtiyaclarını qarşılayır. Qida, yaşayış, təhlükəsizlik, rahatlıq. Bunlar olmadan insanın özünü yaxşı hiss etməsi çətindir. Bu səbəbdən müəyyən bir nöqtəyə qədər pulun həyat keyfiyyətini artırdığı elmi olaraq da təsdiqlənib. Maddi sıxıntı içində yaşayan insan daim stres altındadır və bu stres uzun müddətdə həm psixoloji, həm də fiziki sağlamlığa ciddi zərər verir. Ancaq maraqlı olan isə bundan sonra başlayır. Aparılan araşdırmalar göstərir ki, müəyyən bir səviyyəyə çatdıqdan sonra pulun xoşbəxtliyə təsiri zəifləməyə başlayır. Bəli, doğru eşitdiniz. Bu fenomen elmdə Easterlin paradoksu adlanır. Sadə dillə desək, insanların gəliri artdıqca həyat məmnuniyyəti də artır. Amma bu artım sonsuz deyil. Bir nöqtədən sonra daha çox pul, daha çox xoşbəxtlik demək olmur. Bu nəticə bir çox insan üçün çaşdırıcıdır. Çünki gündəlik düşüncədə belə bir fikir var. Biraz daha çox qazanım, onda rahatlayacağam. Problem ondadır ki, biraz da çox hissi heç vaxt bitmir. Bunun səbəbi insanın beyninin işləmə forması ilə bağlıdır. Beyin tez-tez uyğunlaşır. Psixologiyada buna hedonik adaptasiya deyilir. İnsan yeni bir şey əldə edəndə, məsələn, maaşı artanda və ya daha yaxşı bir həyat şəraitini keçəndə, əvvəlcə güclü müsbət hisslər yaşayır. Amma bir müddət sonra bu yeni vəziyyət normaya çevrilir. Dünən xəyal kimi görünən şey bugün adi hala çevrilir. Bu mexanizm insanı davamlı olaraq daha çox istəməyə sövq edir. Daha çox pul, daha yaxşı ev, daha yeni texnologiya. Amma əldə edilən hər yeni rahatlıq qısa müddətdən sonra emosional təsirini itirir. İnsan yenidən əvvəlki boşluq hissinə qayıdır. Sadəcə bu dəfə standartları biraz yüksəlib. Bax elə ən təhlükəli də elə buradır. Pulun xoşbəxtlik ilə əlaqəsini mürəkkəbləşdirən başqa bir amil də müqayisədir. İnsanlar nadir hallarda öz maddi vəziyyətlərini tək başına qiymətləndirirlər. Əksər hallarda bu qiymətləndirmə başqaları ilə müqayisə üzərindən aparılır. İnsan öz gəlirindən razı ola bilər, ta ki ondan daha çox qazanan birini görənə qədər. Bu nöqtədə məmnunluq hissi azalır və yerini narazılıq tutur. Araşdırmalar göstərir ki, insanlar üçün təkcə nə qədər qazandıqları yox, başqaları ilə müqayisədə harada olduqları da önəmlidir. Bu isə xoşbəxtliyi sabit və etibarlı bir hiss olmaqdan çıxarır. Çünki həmişə daha çox qazanan biri tapılır. Sosial şəbəkələr isə bu müqayisəni daha da gücləndirir. İnsan daim başqalarının ən yaxşı anlarını görür və bunu öz gündəlik həyatı ilə müqayisə edir. Pulun xoşbəxtlik üzərində təsirini anlamaq üçün uzun müddətli araşdırmalar aparılıb. Harvard Universitetinin 10 illiklər boyu davam edən məşhur araşdırmalar göstərir ki, insanların həyat məmnuniyyətinə ən böyük təsir edən faktor maddi zənginlik yox, münasibətlərin keyfiyyətidir. Güclü sosial əlaqələri olan, özünü dəyərli hiss edən insanlar gəlirləri orta səviyyədə olsa belə daha uzun ömürlü və daha məmnun bir həyat yaşayırlar. Bu nəticə pulun əhəmiyyətsiz olduğu demək deyil. Pul problemləri azaldır. Seçim imkanlarını artırır və təhlükəsizlik hissi yaradır. Amma xoşbəxtliyin özünü tam təmin etmir. Pul daha çox şərait yaradır. Amma o şəraitin necə doldurulacağı insanın psixoloji və sosial dünyasından asılıdır.
Pulun xoşbəxtlik ilə əlaqəsində başqa bir mühüm nöqtə də pulun necə xərclənməsidir. İnsanlar təcrübələri pul xərcləyəndə maddi əşyalara xərclədiklərindən daha uzun müddətli məmnunluq hissi yaşayırlar. Səyahət, öyrənmə, yeni bacarıqlar, paylaşım və xatirələr beynin müsbət emosiyalarla daha güclü əlaqə qurmasına səbəb olur. Bunun əksinə olaraq maddi əşyalar çox vaxt qısa müddətli sevinc yaradır. Yeni alınan bir əşya bir müddət sonra adi hala çevrilir və emosional təsiri azalır. İnsan yenidən növbəti alışa yönəlir. Bu isə bitməyən yeni bir dövrə yaradır. Pul həm də insanın gözləntilərini dəyişir. Gəlir artdıqca həyat tərzi də dəyişir və əvvəl kifayət edən şeylər artıq yetərli görünmür. Bu vəziyyət insanı paradoksal şəkildə daha az məmnun edə bilər. Çünki xərclər artır, məsuliyyət çoxalır və stres azalmaq əvəzinə bəzən daha da artır. Bəzi hallarda yüksək gəlir insanı sosial cəhətdən də təcrid edə bilər. Uzun iş saatları, daim performans təzyiqi və statusu qoruma qorxusu münasibətlərin zəifləməsinə səbəb olur. İnsan maddi baxımdan yüksəldikcə emosional baxımdan tək qala bilir. Bütün bunlar onu göstərir ki, pul xoşbəxtliyin nə düşmənidir, nə də tək açarı. O daha çox gücləndirici rol oynayır. Əgər insanın həyatında məna, sağlam münasibətlər və daxili balans varsa, pul bunları dəstəkləyə bilər. Amma bunlar yoxdursa, pul boşluğu doldurmaq əvəzinə onu daha da görünən hala gətirir. Pulun xoşbəxtlik əlaqəsini düzgün anlamaq insanı yanlış gözləntilərdən qoruyur. Hər problemi pulun həll edəcəyinə inanmaq insanı davamlı olaraq gələcəyə bağlayır və indiki anı dəyərsizləşdirir. Xoşbəxtlik isə çox vaxt gələcəkdə yox, indiki anda qurulan şeylərdən yaranır. Nəticə olaraq demək olar ki, pul həyatın vacib bir hissəsidir. Amma xoşbəxtliyin özü deyil. O rahatlıq yaradır, amma mənanı təmin etmir. Təhlükəsizlik verir, amma daxili məmnunluğa avtomatik gətirmir. İnsan pulun həyatındakı yerini düzgün müəyyənləşdirəndə ondan faydalanma ehtimalı artır. Sual pul məni xoşbəxt edəcəkmi? Deyil. Əsas sual budur. Mənim həyatımda xoşbəxtliyi yaradan əsas şeylər nələrdir və pul onların harasında dayanar? Bax elə bu sualın cavabı tapılmadan nə qədər qazandığımızdan asılı olmayaraq tam məmnunluq hissinə çatmaq çətin olur. Bir videomuzun daha sonuna gəldik. Mövzu ilə bağlı fikirlərinizi şərhlərdə yazmağı, videonu bəyənib dostlarınızla paylaşmağı, kanalımıza da abunə olmağı unutmayın. Bir sonraki videoda görüşmək ümidi ilə. Sizinlə mən Arif Qərib idim. Allah'a əmanət olun.